Mən Şəkərabad məktəbinin şagirdiyəm. Yəqin ki, bu adı artıq hər birimizə tanışdır. Dünən dərs vaxtı məktəbimizin yaxınlığında güclü bir partlayış oldu. Biz deyib güldüyümüz sinif otaqlarından gözləmədiyimiz bir halda xəbərsiz şəkildə həyəcandan çölə qaçdıq. Hansı ki, bizim nə üst geyim götürməyə, nə çanta götürməyə vaxtımız olmadı. Qulağımızdakı səslər, keçirdiyimiz hisslər bizim üçün unudulmazdı. Axı biz bilmirdik bunları kim edib. Sən demə, bunları bizə edən, bu nankorluğu bizə edən qonşu dövlət İran imiş. Amma böyüklərimiz heç təəccüblənmədilər. Onlar dedilər ki, İran bizə qarşı həmişə belə nankor və şərəfsiz olubdu. Axı biz sizə nə eləmişik? Biz sizə nə eləmişik, bizə atəş açırsınız. Bu günahsız uşaqlar, biz şagirdlər, niyə sizin hərbi hədəfiniz olmuşuq? Mən buradan doğma Bakıya, Gəncəyə, Şamaxıya, Qazağa, Urmiyaya, Zəncana, Həmədana, canım Təbrizim, sənə səslənirəm. Bizim bu cinayətlərə qarşı səsimizə səs verin. Bu nankorluğa, bu ədalətsizliyə susmayın. Dünyada uşaq ölümünə qarşı çıxan bütün dövlətlər, insanlar, səsimizə səs verin. Mənim səsim olun.